Salam dostlar, bu dərsimizdə today və now funksiyası haqqında danışacağım. Deməli, today hal-hazırda yaşadığımız günün tarixini xanaya yazmaq üçün istifadə olunur. Bərabərdir today şəklində yazılır. Nöqtə vergül, daha doğrusu mötərizə açılıb bağlanır, enter tıklanır və həmin xanaya cari, yəni bugün hansı tarixdirsə həmin tarixi yazır. 20-si 12-ci ay 2015-ci il. Baxaq now nədir? Now today'dən fərqli olaraq bu tarixin yanına cari sadədə yazır. Baxın, yazıram, bərabərdir now və bu şəkildə enter tıkladım. Yazdı ki 20-si 12-ci ay 2015 19:02. Əgər biz buna bir dəqiqə sonra baxsaq, belə deyək də rekalkulate eləsək 19:03 olduğunu görmüş olarıq. Yəni dinamik bir şeydir, dəyişir. Qeyd edeyim ki, today funksiyasının qısa yolu demək, alternativi deyək. Çünki qısa yol olsa, burada bu funksiya şəklindədir. Biz kontrol qoşan nöqtə, L hərfinin sağında olan qoşan nöqtə ilə bugünün tarixini yazmış oluruq. Baxın, ikisi də bugünün tarixini yazıb, amma bu dinamikdir. Yəni sabahlarım bu sənəd açsaq burada olacaq 21-12-2015-ci il tarixi. Amma bunu sabahlsaq, yəni 20-12-2015 tarix kimi görünəcək. Çünki biri funksiya saxlayır özündə, biri isə funksiya saxlamır. Eyni qaydada shift control qoşan nöqtə verməklə isə bir dəqiqə, cari ancaq sadə ekranda görmək olur. Bu dərsimiz bu qədər. Növbəti dərslərimizdə görüşənədək.